Salam əziz dostlar, mən Çingiz Pəhlivan. Deməli, üzüm makyajlıdır, işdəyəm, sirkdə işləyirəm, sirk artistiyəm, pəhlivanam. Ona görə üzüm belədir. Yəni, artıq əski sözlərdə yazmayın. Yazan da cavabını alacaq. Keçdi bu gördüyünüz yuxarıdakı kommentə. Yazıb ki, Elmar qardaş, Əliyar Pəhləvan elminin almaturunu dəmir profilə vurma hərəkətini edə bilmədi. Düzdür, ümumi danışmağa haqqı yoxdur. O adamın insandır da, deyib də bu qədər aqresiv olmaq lazım deyir. Vallahi əsl güclü insan haqlı olandır. Dəmir dümür, əymək, qaldırmaq boş şeydir. Söhbət nədən gedir? Mən sizə deyim. Deməli dostlar, mən Elçin Zəkiyə video çəkmişəm. Bu Elçin Zəkiyə tərəfindən danışır ki, yəni danışıb. Ümumiyyətlə insan danışanda danışdığı sözə fikir verməlidir. Nə deyir və dediyi sözün arxasında durmalıdır. Mən sabahlarım ümumi Azərbaycandakı olan müğənnilərə bir dənə elə bir başqa bir söz desəydim, Azərbaycanda olan müğənnilər hamısı məni gedib polisə verəcəkdilər, şikayət edəcəkdilər. Yəni Azərbaycanda olan müğənnilərin 95%, 96% ancaq bu belə eləyə bilərlər. Gedib polisə verib şikayət eləyə bilərlər. Sabah Azərbaycana gələndə məni cinayət işi açıb sutkalığa göndərə bilərlər, bilmirəm. Nəsə belə eləyə bilərlər. Əgər mən günahsız yerə Azərbaycanın hansısa müğənnisini təhqir eləsəm. Bu pəhlivan sənətidir. O ki qaldı bu Əliyar Pəhlivan. Əliyar Pəhlivanın bu söhbətə nə əlaqəsi? Əliyar Pəhlivan yaşlı adamdır. 64-dür, 65 yaşı var. Əliyarın elədiyini, yəni o yaşda mən Azərbaycan yox, heç dünyada mən görməmişəm. Həqiqətən də mən bu dəqiqə dünyada gəzirəm. Dünyada o yaşlı insanları görürəm. Yəni onun elədiyi hərəkəti nəinki Azərbaycanda, həqiqətən də dünyada eləyən yoxdur. Yaşına görə həddindən artıq çox güclü insandır. Odur, müsəllim pəhlivandır. Allah ikisinə də can sağlığı versin. Sən Əliyarla elmini gətirirsən, bir elirsən. İndi burada yəqin ki yazdığından belə çıxır ki, yəni elmin artıqdır. Birincisi, Əliyarın vurduğu dəmirə sən diqqətlə baxsan, görərsən ki, Əliyarın vurduğu dəmir qalındır. Elminin vurduğu dəmirə baxkına var dəmir Bakı istehsalı, var Ukrayna istehsalı. İkincisi, Əliyar onu hər gün vurmur dəmiri. Əliyar onu sadəcə olaraq video olaraq çəkib vurubdur. Elmir onu hər gün eləyir. Bir insan hər gün elədiyi bir işdir. Mən bir pəhlivanam. Mən hər gün gördüyüm işi edirəm. Heç Azərbaycandakı pəhlivanlar onu edə bilmir. Edə bilmir o demək deyil ki, edə bilməz. İstəsələr onlar da edə bilərlər. Sadəcə olaraq hər gün etməlidirlər. Hər gün bir işi görəndə bu artıq insanın bədənində vərdiş halını alır. Amma Əliyar pəhlivana qalanda isə Əliyar elmindən milyon dəfə güclü insandır. Nəinki elmindən, Azərbaycanda çox gənc pəhlivanların çoxsundan da güclüdür. Yəni o adamın gücü var. Düzdür, indi deyə bilərsən ki, sən Əliyarla mənim aramda nə oldu, nə keçdi? Allah şeytana nəhlət eləsin, oldu, keçdi, getdi. Mən indən belə mən onsuz da özümdən məsələn yaşda böyük pəhlivan var ki, məsələn müsəllim pəhlivan. Mən onunla söhbət eləmişəm və ona da söz vermişəm ki, mən artıq bəzi insanlara fikir verməyəcəm. Yenə də deyirəm, o ki qaldı Əliyara, Əliyarı ortada Azərbaycanda mutqalar var, ara qatanlar var. Yalandan iki nəfərin ondan ona, bundan buna haqq ədalət öz yerini tapdı. Kim oğraşlıq elədi, şərəfli elədi, oğraşların da, şərəfsizlərin də maskasını mən şəxsən özüm cırmışam, özüm də qoydum ortaya. Yenə də deyirəm, Əliyar pəhlivandır, Elmir pəhlivan deyil. Azərbaycanın pəhlivanları var ki, illərdir bu sənətdən məşğuldurlar. Nəinki Elmir, heç Azərbaycanda başqa bir şəxslər onların elədiyini təkrar edə bilməz. Elementar deyirəm, o ki qaldı əl gücünə. Mən yəni əminliklə deyirəm ki, Elmir getsin Əliyarla görüşsün. Əgər Elmir Əliyarın əlini sıxa bilsə, mən burada söz verirəm ki, video çəkəcəm, mən Elmirdən üzr istəyəcəm. Əgər əli güclüdürsə, getsin Əliyarın əlini tutsun, sıxsın, görüm onun əlini sıxa biləcək. Onun 60 neçə yaşı var. Yəni Azərbaycanın pəhlivanlarını dünən yox sıra gün istəyir Elmirin xətrinə dəysin, istəyir çesinə. Dünən yox sıra gün ortaya çıxanlarla, tiktokerlərlə, qarpız deşənlərlə gətirib bir tutmayın. Hərənin öz işi var, hərənin öz sənəti var. Elmin profesional qapazla qarpız partladır, profesional nə bilim dəmir deşir, onun işinin adı odur. Pəhlivanın da işinin adı güc nümayiş elətdirməkdir. Gəlsin, yenə də deyirəm, Əliyarın qaldırdığı giri
Heç mən Elmiri demirəm. Yəni Azərbaycan Respublikasında Vüsal pəhlivan çıxmaq şərti ilə hansısa bir pəhlivan varsa, güclü bir insan varsa, gəlsin Əliyarın qaldırdığı 32 kiloluq daşı çəçələ barmağında qaldırsın. Görüm qaldıra biləcəklər onu. Ondan sonra deyə bilərlər ki, Əliyar bizdən zəifdir. Başqa hərəkətləri demirəm. Sadəcə elementar bir dənə o hərəkəti deyirəm. Gəlsin Əliyarın qaldırdığı 32 kiloluq daşı Vüsal pəhlivandan başqa, Səlyanlı Vüsal pəhlivandan başqa varsa elə bir pəhlivan gəlsin qaldırsın, Əliyardan çox sayda eləsin. Söhbəti burada bağlayıram və xahiş edirəm, bir də Azərbaycanda olan pəhlivanlara Abşakovu danışmayın. Yəni, ola bilər Azərbaycanda olan pəhlivanlar kimsə baş qoşmaz. Çünki özlərinə problem eləmək istəmirlər. Çünki birinə cavab verən kimi sırası qaçıb polisə verir. Amma Çingiz ölməyib, Çingiz yaşayır. Mənim də əlimdə nə qədər şansım var, əlimdən gəldiyi qədər pəhlivan sənətini qoruyacam və əsl pəhlivanları dəyərləndirib qiymətləndirəcəm. Yox, qutardı getdi.